Sizə də təşəkkür edirik Mehmet bəy. Türkiyədən Uludağ Universitetinin professoru Mehmet Yüzey ilə danışdıq. Avrozonada inflyasiya may ayında sürətlə aşağı düşür. Kommerzbankın analitiklərinin proqnozlarında belə deyilir. Maliyyə təşkilatı səbəbi Çin mallarının Avropaya axını ilə izah edir. Bu arada İsveçrədə inflyasiya mənfi zonaya düşüb və faiz endirimi gözlənilir. Avrozonada inflyasiya aşağı düşməyə davam edəcəkmi? Monitor üzərindən də diqqət yetiririk. Göründüyü kimi biz əsasən lirənin üzərində dayanıq. Eyni zamanda franka da diqqət yetirir və göründüyü ki, İsveçrə frankı hal-hazırda Azərbaycan manatı ilə müqayisədə 2,0786 səviyyələrində ticarət olunur və frank maraqçı dollarla müqayisədə də bahalaşır və 0,8241 səviyyələrindədir. Ümumiyyətlə, bunların səbəbləri nədir? İstəyərdik ki, ekspertlərlə bu barədə biz danışaq. Və elə Kommerzbankın hesabatı nədir? Buyurun Murad bəy, eşidirik biz sizi. Donald Trump'ın tarif politikasından sonra Avropa üçün nəzərdə tutulan fikirlər tamamilə başqa rakursda davam edir. Beləliklə, Çindən Avropaya ixrac olunan məhsulların prosesi daha da sürətli şəkildə davam edir. Bizim də burada statistik baxımdan, həmçində iqtisadi baxış bucağından fikirlərimiz ondan ibarətdir ki, əgər bu proseslər bu cürdə davam edərsə, Avropanın fiskal polisi çarxı hərəkətə keçmiş olacaq, maliyyə mübadiləsi daha da sürətli şəkildə davam edəcək. Həmçinin də avro valyutası Asiya kimi böyük bir qitədə mübadilələr baxımından üstünlük təşkil edərsə, bu Avropada inflyasiyanın nəinki yüngülləşməsinə, hətta aradan qalxmasına belə gətirib çıxara bilər. Bu proseslər iyulun 9-dan sonra da daha da sürətli şəkildə davam edəcək. Çünki Trump administrasiyasının tariflər baxımından qoyduğu vasitə iyulun 9-da bitmiş olur. Və bu baxımdan da Avropanın inflyasiyaya qarşı dayanıqlığı daha da qüvvətlənmiş olur. Amma daha da dərindən analiz etsək, onu da görə bilərik ki, burada Çindən Avropaya transport olunan məhsulları burada ucuz qiymətə Avropanın yerli istehsal şirkətlərini böyük bir kəskin rəqabət qarşısına qoya biləcəkdir. Bu onun mənfi tərəfləridir, gələcək zaman kəsi üçün. İkinci ən böyük mənfi tərəflərindən biri də dünya üzrə ən çox Çin avtomobillərinin, elektrik avtomobillərinə olan tələbatda Avropa avtomobilləri Çin bazarına nüfuz edə bilməyəcək. Rusiya kimi böyük bir avtomobil bazarını itirən Avropa, Amerikadakı avtomobil bazarına öz təsirini edə bilməyəcəyi halda artıq Avropanın avtomobil bazarına, xüsusilə də Almaniyaya böyük bir mənfi təsirləri olacaqdır. Təşəkkür edirik sizə. Deməli, Çin artıq öz mallarını Amerikaya, Birləşmiş Ştatların deyil, Avropaya ixrac etməsi fonunda Avropa iqtisadiyyatına bağlı gözləntilər nikbin deyil. Kommerzbankın ekspertləri belə bir araşdırma apardı. Elə biz Kommerzbankın analitiki ilə bu barədə də danışdıq. Bugün tətbiq edilən KOB meyarları artıq